Salam uşaqlar, necəsiz? Bugün yeni bir videoyla qarşınızdayım. Dünyanın ən uzun boylu adamını sizə göstərəcəm. Adı Sultan Kösendir. 10 dekabr 1982-ci ildə Türkiyənin Mardin şəhərində anadan olub. Ginnesin rekordlar kitabına görə dünyanın ən uzun canlı insanıdır. Dünyanın. Biri var Türkiyənin, o heç. O ayrı. Bu dünyanın ən uzun insanıdır. Boyunun uzunluğu 2 metr 51 santimdir. Eyni zamanda yerin ən böyük əllərinə 27 təsəvvür eləyin də bir əli xəttkeş boydadır. Əlinin uzunluğu. Və ən böyük ayaqları 36 sm ölçüyə malikdir ayaqları. Sultan Kösen 60 ölçülü ayaqqabı geyinir. 60 razmer ayaqqabı geyinir. Boyun həddindən artıq uzun olması hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu vasitəsilə baş verilən şiş ilə əlaqələndirilir. Ancaq xəstəlikdir bu. Gəzmək üçün qoltuq ağzından istifadə edir. Kösen 3 qardaşı, bir bacısı və ailəsi ilə yaşayır. Ailə üzvlərinin hündürlüyü normal ölçüdədir. Bu xəstəlik yəqin bunda olub. Boyunun uzunluğu və təsərrüfat işləri ilə məşğul olması ilə əlaqədar orta məktəbi tam oxumamışdır. Boyuna görə orta məktəbi tam oxuya bilməyib, yəqin ki, xəstədir ona görə. Bəlkə də kompleks falan yaşayıb. Ancaq doğum tarixi 10 dekabr 1982-ci ildə anadan olub. Adı da Sultan Kösendir. Dünyanın ən uzun boylu adamı Türkiyədədir yəni. Doğum yeri Mardin, Türkiyədə olub. Fəaliyyəti isə fermerdir. Videomuz bu qədər. Biraz qısa oldu. Ancaq dünyanın ən uzun boylu adamı haqqında sizə məlumat verdim. Sağ olun. Videolar davamı üçün kanalımıza abunə olmağı unutmayın.